Hyundai Santa Fe'nin şaraboyunu dəyişirik. Bu vəziyyətdə sürülüb. Yerindən çıxır. Yeni şaraboy qoyulub. Hər iki tərəf şaraboy sökülüb. Yenisi qoyulub. Razmanilər də yenisi qoyulacaq. Arxa üst aşqan razmanın vtulkaları hər iki tərəf dəyişiləcək. Yenisi qoyulacaq. Maşının arxasına oynama verildi. Arxa amortizator sıradan çıxıb, işləmir. Maşının arxasında çap səs-küy yaradırdı. Yeni amortizator yığılacaq üzərinə. Arxa stabilizator rezini dəyişiləcək. Cırıltı səs verirdi. Yenisi qoyulacaq. Qabaq amortizatorun vəziyyətini görürsünüz. Vaxtında dəyişilməyib. O qədər yağ buraxıb ki, bura konkret palçıq bağlayıb. Üzərində olan tullanacaq. Yeni amortizator qoyulacaq. Həmçində amortizatorun üst paduşkası və patin üst paduşka ilə bir yerdə dəyişiləcək. Rul sərbəst sağa sola dönməsi üçün. Bu da stabilizasiya sırğasının vəziyyəti. Hər iki tərəf yenilənəcək. Stabilizasiyada olan problem aradan qalxacaq. Tiaqalar hər iki tərəf. Həm rulovoy tiaqa, həm nakonechniklər dəyişilir. Bu da artıq səs verirdi. Köhnə nakonechniki, bu da yenisi. Tormuzu basanda həm titrəmə verir, həm də səs verir. Nakladkalar da yenilənib, əyləc disklərdən yonuldu, yığıldı üzərinə. Detallar yenilənəcək, maşında olan artı səslər aradan qalxacaq.